Salam, hər vaxtınız xeyir olsun, həqiqət axtarışında olanlar. Mən aparıcınız Rüfət Bağırov və keçmiş verilişlərdən tanıdığımız dəyərli dostum Əzim Ələli Mehdi. Bugünkü mövzumuz Rical haqqında olacaq. Rical elmi nə deməkdir? Haqlıdır, batil midir? Ümumiyyətlə, İslamda olan rolu. Elə buna görə ilk sualımı asmaq istəyərdim verilişi. Rical elmi nədir? Mən də dəyərli izləyicilərimizi salamlayıram. Həqiqətən bugünkü mövzumuz aktual mövzudur. O baxımdan ki, bir çox şəxslərə vəsiyyət hədisini və ya ilahi dəvətin digər dəlillərini, sübutlarını oxuyanda tez-tez bu sualı verirlər ki, o hədis səhihdirmi, o hədis zəifdirmi? Ümumiyyətlə, bu mövzu hazırki İslam cəmiyyətinin içində aktual mövzudur. Yəni, filan hədis zəifdir, filan hədis səhihdir. Və rical elmi dediyimiz elmdə söz etibarilə kişilər deməkdir. Hədis elmi baxımından qısa şəkildə bildirsək, imamlardan və ya peyğəmbərdən gələn hədisi bizə gətirib çatdıran o ravilərin zəncirini, yəni filan kəsdən nəql olunub ki, filan imam belə dedi. O filan kəslərin tərcümə halını ölçən elmə rical elmi deyilir. Və rical elmi də insanların həmin şəxsə olan münasibətinə əsasən ölçülən, dəyərləndirilən bir elm. Belə bir sualım var. İslam dini, Qurani-Kərim rical elmini dəstəkləyirmi və yaxud inkar edir? Bu mövzuda zəhmət olmuş tapılar. Qurani-Kərimdə rical elmini təsdiq edən heç bir ayə yoxdur. Yəni elə bir ayəyə rast gəlmək mümkün deyil ki, rical elmini təsdiqləsin, bunun doğruluğuna şahadət versin. Əksinə, Qurani-Kərimdə rical elmini inkar edən, bu elmi rədd edən ayə var. Quranda Allah Subhanahu wa Taala buyurur ki, əgər bir fasik sizə bir xəbər gətirsə, xəbəri araşdırın. Yəni, fasikdir deyə sözünü inkar etməyin. Siz onun fasikliyinə, möminliyinə baxmayın, nə dediyinə baxın. Yəni, belə bir məşhur deyim var. Sözü deyənə baxma, nə dediyinə bax. Bəziləri indi bu ayəni yozurlar ki, yox, fasikdir. Allah Taala deyir, fasikdir, bir xəbəri araşdırın, fasik sözündən sonra. Yəni, fasik olmasaydı xəbəri araşdırmağa ehtiyac olmazdı. Deməli, rical elmi düzdür. Belə yanaşırlar. Lakin, diqqət etmədikləri məsələ odur ki, ayədə fasikdir sözünü Allah Taala insanların dilindən demir. Allah Taala'nın özü təyin edir ki, o şəxs fasikdir. Yəni, ayə kimin üçün nazil olubsa, Allah o şəxsə kimin barəsindədirsə, ayə fasikdir sözünü işlədir. Hansı ki, Allah insanların zahirini də bilir, batinini də bilir. Lakin rical elmi insanların sözlərinə əsasən filan kəsi doğruçu adlandırır, filan kəsi yalançı adlandırır. Çoxluq bir şəxsi qəbul edirsə, o adam doğru danışandır, qəbul etmirsə, yalan danışandır. Lakin biz Qurana baxdıqda nə görürük? Quran deyir ki, çoxluq azınlıqdadır, çoxluq haqq yoldan azandır. Yəni, çoxluğun sözü həqiqətdə bir meyar ölçü deyil, keçərli deyil. Və Quran bu baxımdan da rical elmini, loru dildə desək, vurur. Onda demək, belə başa düşmək olarmı ki, bir xəbəri gətirən əsla və əsla şərt deyil ki, müsəlman olsun, mömin olsun, xristiyan da ola bilər, buddist də ola bilər, atəşpərəst də ola bilər. Mövzunu araşdırmaq lazım. Gətirdiyi həqiqətdir mövzu, xəbər və yaxud yanlışdır. Dəyərli qardaşım, bəs belə bir sualla da mövzuya davam etmək istərdim. Bəs bu haqda bizim hədislərimizdə, Əhl-i Beyt əleyhissalamların rəvayətlərində bu barədə bir açıqlama varmı? Və Əhl-i Beyt əleyhissalam rical elmini təsdiqləyirmi, inkar mı edir, dəstəkləyirmi ümumiyyətlə? Bu barədə zəhmət olmasın, açıqlama verərdiniz. Ümumiyyətlə, heç bir hədisimizdə Əhl-i Beyt əleyhissalamın rical elmini təsdiqləyəcək bir kəlamı, bir sözü yoxdur. Əksinə, rical elmini, yəni bir şəxsin Əhl-i Beytdən nəql etdiyi sözü o şəxsin doğru danışan və ya yalan danışan olmasına əsasən ölçüb biçib qəbul etmək məsələsində təsdiq edən bir sözü yoxdur. Yəni, Əhl-i Beyt əleyhissalam demir ki, filan kəs doğru danışandırsa, bizdən nəsə desə qəbul edin, filan kəs yalan danışandırsa, bizdən nəsə deyəndə inkar edin. Əhl-i Beyt əleyhissalam konkret olaraq deyir ki, dediyi sözə baxın. Baxmayın kimdir, nəyi deyir, nəyi çatdırır. Və mən istəyirəm bəzi hədisləri diqqətinizə çatdırım.
Hansı hədislər ki, rical elmini baltalayır? Və məsələnin ən önəmli nöqtəsi odur ki, həmin hədislərdə elə rical elminə əsasən səhihdir. Yəni sizin əlinizdə rical elmi varsa, hədisləri bu ilə ölçürsünüzsə, biz də sizə elə hədisləri təqdim edirik Əhl-i Beytdən ki, həmin hədislər həqiqətdə əlinizdə olan o ölçünü, o meyarı, yəni rical elmini tamamilə aradan aparır. Məsələn, bir hədis oxuyacağam sizə. İmam Sadiq əleyhissalam, ravi deyir ki, İmam Sadiq əleyhissalamdan soruşdum. Sizin hədislərinizi bizə çatdıran, nəql edən bir şəxs var. Və həmin şəxs yalançılıqla məşhur olan birisidir. Və sizdən hədis nəql etdiyində biz ona inanmırıq. Deyir ki, sən yalancısan, İmam Sadiq deyirsən ki, filan şey dedi. Biz sənin yalancı olduğuna görə İmam Sadiq əleyhissalamdan dediyin o sözü qəbul etmirik. Və İmam Sadiq əleyhissalam çox gözəl bir kəlmə ilə həqiqətən bu rical elmini aradan aparır. İmam Sadiq əleyhissalam buyurur ki, görəsən o yalançı adlandırdığınız şəxs gecənin gündüz və gündüzün gecə olduğunu mu sizə deyir? Yəni, nəyə əsasən onun sözünü inkar edirsiniz? Ravi deyir ki, xeyr. İmam buyurdu, əgər bunu da desə, onu inkar etməyin. Yəni, bir şəxsə yalancıdır deyirsinizsə və o şəxsdən mənim dediyim sözü qəbul etmirsinizsə, deyirsinizsə ki, yalancıdır, amma deyir İmam Sadiq əleyhissalam belə dedi, biz də o yalancı olduğuna görə qəbul etmirik. İmam Sadiq əleyhissalam bu iddiaya cavab olaraq buyurur ki, əgər sizə gecənin gündüz, gündüzün də gecə olduğunu mənim dilimdən çatdırsa, yenə də bunu inkar etməyin. Çünki əgər inkar edib yalanlasaz, məni rədd etmiş olarsınız. Çünki nəyə görə imam bunu deyir? Yəni, ola bilsin, hətta yalançılıqla məşhur olan biri olsun. Lakin məndən dediyi söz həqiqət ola bilər. Və siz bilmədən həmin həqiqəti o şəxsin özünə baxıb inkar etmiş olarsınız. Bu hədis bir çox şiə mənbələrində var və bu hədisin raviləri kimdir? Əhməd ibn Muhammed ibn İsa'dır, Hüseyn ibn Səiddir, Muhammed ibn Xalid el-Bərqidir, Abdullah ibn Cunduf, Süfyan ibn Samed. Bu ravilərin hamısı rical elminə əsasən etibarlı şəxslərdir. Yəni, rical elminə əsasən etibarlı şəxslərdən gələn, avtomatik olaraq səhih olan bir hədis həqiqətdə rical elminin özünü baltalayır. Və bir hədis oxuyacağam sizə, Əl-Məhasin kitabındandır bu, cild 1, səhifə 230-da olan bir hədisdir. Və bu hədisdə rical elminə əsasən səhihdir və rical elminin özünü vuran bir hədisdir. Yəni, mən bunları nəyə görə oxuyuram? Ona görə oxuyuram ki, izləyicilərdən rical elmini qəbul edənlər varsa, deməsin ki, sənin rical elmi haqqında, rical elmini baltalamaq haqqında oxuduğun hədislər əslində zəifdir. Və mən bunun ricalını da təqdim edirəm ki, baxın, sizin əsaslandığınız rical elminə əsasən sənədi düzgün olan bu hədislər əslində rical elmini vuran, rical elmini darmadağın edən hədislərdir. Yəni, öz əlinizə tutduğunuz silahınızla əslində özünüzü vurursunuz. İmam Cəfər Sadiq əleyhissalam buyurur, hədisləri inkar etməyin. Əgər çoxunu və ya bir miqdarını, hətta bir kölgə və ya ruzigarın bizə nisbət edərlərsə, yenə inkar etməyin. Çünki içində haqq ola biləcək bir şey ola bilər. Və siz bilməyə bilərsiniz. Və əgər bunu etsəniz, yəni inkar etsəniz, Allahı ərşi ucalığında yalanlamış olarsınız. Yəni, həm Quran-ı Kərim, həm Əhl-i Beyt əleyhissalamın hədisləri rical elmini ümumiyyətlə qəbul etmir. Məsələn, əzim qardaş, belə bir sualım var sana. İslam qəbul etmir bunu. Rical elmi deyə bir şey yoxdur deyir. Hədislərdə də gördük ki, yox deyilir. Onda bəs imamdan eşitdiyimiz hədislər var ki, deyir, məsələn, filan kəsin sözünü qəbul et, filan kəsin sözünü qəbul etmə. Bu cür hədisləri başlayıb rəvayət edəndə bu özü rical elminə dayanmırmı? Əslində çox gözəl sualdır və bəzilərini çaşqınlığa salan məsələdir. Yəni, rical elmini qəbul edib etməmək arasında qalan şəxslər həqiqətdə bu hədisi oxuduqları zaman müəyyən şübhələrə düşürlər, müəyyən çaşqınlığa düşürlər. Məsələ orasındadır ki, rical alimləri məsumdular? Xeyr, heç biri məsum deyil.
Rical kitablarında yazdıqları %100 həqiqətdirmi? Bunu da demək olmaz. Lakin bu hədisdə, hansı ki siz dediyiniz hədisdə ki deyirsiniz İmam Sadiq əleyhissalamdır filan kəs doğru danışandır, filan kəs yalan danışandır. Orada o sözü deyən kimdir? İnsanların zahirini, batinini Rahatını bilən bilən imam. Allahın Deməli, peyğəmbəridir. imam deyirsə ki, filan kəsin sözünü qəbul edin, bunu biz rical elmi kimi qəbul edə bilmərik. Çünki rical elmində şəxsləri araşdıran rical alimləridir. Hansı ki məsum deyillər, hansı ki qeybi bilmirlər. Lakin müəyyən hədislər var ki, orada deyilir imamlardan ki, filan kəsin sözünə etibar edin, filan kəsin sözünə yox. Bu sözün özünü işlədən imam olduğuna görə, yəni zahiri və batini bilən olduğuna görə bu məsələnin rical elmi ilə heç bir adəti yoxdur. Və medalyonun belə deyək ki, digər bir üzü də var. Müəyyən hədislər var ki, imamlar müəyyən raviləri, müəyyən səhabələri lənətləyir. İndi bizdə mi lənətləməliyik? Burada dayanmaq lazım. Həqiqətini o bilir. Çünki Müfəzzəl İbn Ömər rəhmətullah əleyh Şia aləmində çox böyük tanınmış 4 imamın səhabəsi olan bir şəxs və dəyərli Hədd-ü Şərif kitabı, Əl-Usus kitabı və digər bir çox əsərlər, bir çox kitablar Müfəzzəl İbn Ömərdən gəlir. Və Cabir Əl-Cufi də məsələn böyük hədis ravilərindəndir, səhabələrdəndir. Ummul kitabdır, Ləvhül Məhfuz, Ləvhül Əvalimdir və sair kitabların müəllifidir. Və baxırıq ki, bu şəxslərin özlərini də imamlar müəyyən yerdə lənətləyir. Amma müəyyən hədislərdə təriflənir. Bəlkə də onları qorumaq üçün. Əhsən. Yəni təqviyə məqsədi ilə olan şeylərdir. Biz ucdan tutma bütün hədisləri götürək ki, hə imam bunu lənətləyibsə biz də lənətləyək. Xeyr, biz baxmalıyıq onun əksini deyən, yəni imamın o şəxsi təriflədiyi hədis varmı? Varsa deməli o məsələdə təqviyə var. O lənətdə təqviyə var. Aydındır. Bəs yaxşı əzim qardaş, imamların dövründə rical kitabları olubmu? Olubsa məşhur kitablardan bir neçəsinin adını deyə bilərsinizmi? Əslində imamların dövründə rical kitabları arasında məşhur olanların adını deyə bilmərəm. Çünki imamların dövründə ümumiyyətlə imamların səhabələrinin heç biri rical kitabı yazmır. Bəzilərinə nisbət verirlər, deyirlər ki, məsələn müəyyən səhabələr var, rical kitabları olub. Hətta Əllamə Qureynin özünə də nisbət verirlər. Deyirlər ki, Ər-Rical adlı bir kitabı olub. Lakin həmin kitablar həqiqətdə mövcud deyil və iddiadan o tərəfə bir şey deyil. Və bunu təsdiq edən məşhur bir bu kitabların sadəcə adları var. Sadəcə adları və sadəcə iddiadır. Ortalığa atılır ki, rical elminin qanuni olduğunu, Əhl-i İslam məktəbində bir kökünün olduğunu iddia edə bilsinlər. Boş, mənasız nağıllardan başqa, iddialardan başqa heç bir şey deyil. Aydındır. Bayaq danışdığımız kimi başa düşdük ki, imamların dövründə belə bir kitablar mövcud deyildi. Və sonradan kitablar var idisə, onlar hansı kitabları, nə cür gəldilərsə onlar, nə vaxtda yazıldı onlar? Əslində rical elminin dediyim kimi rical alimləri tərəfindən iddia olunur ki, güya imamların dövrünə dayanır. Fakt bugünkü gündə əlimizdə imamların səhabələrindən bir rical kitabı yoxdur. Ona görə də bu sadəcə iddiadır, sadəcə bir nəzəriyyədir, heç bir sübutu yoxdur. Lakin sonrakı dövrdə İmam Zaman əleyhissalamın qeybə çıxmasından, qeybət-i kübrasından sonrakı dövrdə rical kitabları yazılmağa başladı. Və rical elminin müəyyən işaretlərini, müəyyən məsələlərini şiəliyə daxil edən alimlərdən biri də Şeyx Tusi olur. Daha doğrusu ictihad məsələsində də müəyyən qaydaları Şeyx Tusi daxil edib şiəliyə, rical elmində də. Lakin bugünkü gündə bildiyimiz rical elmi o vaxtda mövcud olmuyor. Sadəcə müəyyən işaretlər, müəyyən əlamətlər bir-birinin üstünə gəlib, təkamül nəticəsində bugünkü günə gəlib çatıb. Eynilə ictihad və təqlid məsələsi kimi. Rical kitabları arasında müəyyən kitablar bugünkü cəmiyyədə dilə gətirilir. Məsələn, İbnül Ғəzalinin kitabı, rical kitabı, sonra İxtiyar-ı Mərifətü Rical, Fihrist-i Tusi, Rical-ı Tusi, Rical-ı Nəccaşi və təbii ki, Xoyinin Mu'cəm Əhadis-i Rical kitabı
olaraq bugünkü gündə ən məşhur rical kitabları olaraq bizə təqdim olunur. Qardaş dedin ki, rical kitabları Əhl-Beyt məktəbində olmayıb. Bəs bu kitabların rical baxımından ümumiyyətlə dəyəri nə qədərdir? Dəyəri varmı? Əhl-Beyt əleyhissalamın zamanından sonrakı dövrdə yazılan bu rical kitabları həqiqətdə heç rical elmi ilə də bir əlaqəsi yoxdur. Yəni düşünün, əlinizdə İmam Mehdi əleyhissalamın qeybə çəkilməsindən sonrakı dövrdə yazılmış müəyyən məşhur kitablar var. Deyirsiniz ki, bu kitablar Əhl-Beyt ardıcılları üçün rical alimləri tərəfindən yazılmış kitablardır. Lakin biz elmi baxımdan baxanda görürük ki, ictihad və təqlid mövzusu kimi rical elmi də əslində əhl-i sünnədən götürülən bir məsələdir. Nəyə görə götürüldü? Əhl-i sünnə Peyğəmbər sallallahu sonra öz alimlərinə müraciət edirdilər. Hətta ictihad və təqliddə də Ayrıldılar sanki. bölündülər. Lakin əhl-i şiəlikdə baxanda Rəsulullah sallallahu vəfatından sonra biz imamlara sarıldıq. İmamların, Əhl-Beyt məktəbinin, Allah höccətlərinin bizə bildirdiyi kəlamlara müraciət etdik. Bu baxımdan İmam Məhdi sahib zamanın qeybə çəkilməsindən sonra müəyyən alimlər eynilə ictihad və təqlid kimi rical elmini də şiəliyə daxil etdilər. Və baxanda, məsələn, Şeyx Tusinin Fehrest-i Tusi kitabına deyilir ki, rical kitabıdır. Bu kitabın adı Fehrest. Fehrest nədir? Səhifələr, yəni müəyyən alimlərin adı və o alimlərin yazdığı kitablar haqqında məlumat verir. Bunun rical elmindən nə adiyyəti var? Fehrest-i Tusi kitabının içinə baxanda görürük ki, orada 912 nəfərin adı çəkilir. Və 912 nəfərin içindən 775 nəfəri haqqında, yəni etibarlı olması və ya olmaması mövzusunda heç bir söz yoxdur. Yəni düşünün, bir kitab yazırsınız. Deyirsiniz ki, mən bu kitabda imamların səhabələrinin yaxşı insan olmasını, pis insan olmasını vurğulayacağam. İçində də 912 nəfər hədis ravisinin adı var. Və 775 nəfəri haqqında ümumiyyətlə quru addan savayı heç bir məlumat yoxdur. Az qala 80%-dən məlumat yoxdur. Bunun nəyi faydalıdır və nəyə lazımdır? Əgər rical elmi olaraq götürsək bu kitabı, Fehrest-i Tusi kitabına rical kitabı gözü ilə baxsaq, rical elmi baxımından bunun heç bir faydasının olmadığını şahid olacaq. Və ya Rical-i Tusi kitabına baxaq. Deyilir ki, bu rical kitabıdır. Rical elmindən bəhs edir. Həqiqətdə bu kitabın da rical elminə heç bir aidiyyəti yoxdur. Ad olaraq bənzəyə bilər. İndi Rical-i Tusi qoydular adını. Amma bağlantı yoxdur. Bağlantı yoxdur. 6429 nəfər ravinin adı var. 157 nəfəri etibarlıdır, 43 nəfəri zəifdir, 128 nəfəri qeyri-şiə ravilərdir, 50 nəfəri məchuldur. 6429 nəfərdən sadəcə bu qədəri haqqında məlumat var. Yəni 6429 nəfərdən 3051 nəfər ravi haqqında heç bir məlumat yoxdur. Yəni sadəcə adları da bilinmir. Məlumat sadəcə ad yazılır. Heç bir məlumat yoxdur. Düşünün, kitab yazırsınız. 6000-dən çox şəxs ravinin adını oraya yazırsınız. 3000-dən çoxunun, yəni 50%-dən çoxu məlumat yoxdur. Məlumat yoxdur. Sadəcə adını yazmısınız. Quru ad. Və bunun da adını qoyursunuz ki, biz ravilərin tərcümə halını qeyd etdik. Bu ravi siqat. Hələ o adlar həqiqətdir deyir, o da bilinmir. Əslində bu məsxərədir. Öz-özlərinə məsxərəyə qoyurlar ki, Şeyx Tusinin bu kitabına rical kitabı adını qoyurlar. Rical elminə dair kitablarımız var deyirlər. Bu məsxərədir. Və ya Rical-ü Nəcaşi kitabı. Bu kitabında ən böyük rical kitablarından olduğu vurğulanır. Şiəlik daxilində. Ümumiyyətlə Nəcaşinin şiəliyə vurduğu zərbəni şiə daxilində heç kim, ümumiyyətlə İslam daxilində heç bir alim vurmuyor. Ən böyük imam sahabələrini təhqir dərəcəsində öz kitabında qeyd edən bir şəxs var. Və vəfatından sonra da onun kitabına çoxlu müdaxilələr oldu. Yəni heç bir dəyəri yoxdur. Bir misal verim sizə. Nəcaşinin miladi təqvimlə 1029-cu ildə vəfat etdiyi bilinir. Biz Nəcaşinin kitabını açanda, Rical-ü Nəcaşi kitabını, 1070-ci şəxsin tərcümə halına baxırıq. Diqqət edin. 1070-ci şəxs olaraq
Muhammed İbni Həsən İbni Həmzə haqqında məlumat verilir. Ravi olaraq. Muhammed İbni Həsən İbni Həmzə. Rical-ı Nəcaşi kitabında bu ravi haqqında məlumat verilir. Və yazılır ki, Muhammed İbni Həsən İbni Həmzə 463-cü ildə Hicri təqvimlə 463-cü ildə vəfat edir. Nəcaşinin özü isə 450-ci ildə vəfat edir. Yəni kitabı yazan 450-ci ildə vəfat edibsə, öz kitabında 463-cü ildə vəfat etmiş şəxs haqqında necə məlumat verir və hətta onun vəfat tarixini, vəfat gününü də qeyd edir. Bir yolu var. Böyük ehtimalla Nəcaşi böyük bir şəxs olub və gələcəkdən xəbər verən olub. Vəfatından 13 il sonra öz qəbrindən çıxır, gəlir öz kitabını açır və 463-cü ildə ölən şəxsi ora qeyd edir, sonra təzədən kitabı bağlayır, gedir qəbrə, torpağı da örtür üstünə. Yəni buradan bu məntiq çıxır da. Çox məntiqsizdir, Bir düz, insan doğrudur. 13 il öz vəfatından 13 il sonra vəfat edən şəxs haqqında öz kitabında necə məlumat verir? Yəni rical elmi haqqında danışsaq, rical kitabları haqqında İki danışsaq dənə elə insan olsa qeybdən xəbər verən heç o qədər raviyə ehtiyac yoxdur. və Rical İbnül Qəzairi kitabı. Sistaninin ən çox bəyəndiyi, etimad etdiyi kitablardan. Və Rical İbnül Qəzairi kitabını yazan İbnül Qəzairi həqiqətdə əksər hədisləri rədd edən birisi olub. Hətta Kitab-ı Süleym İbn Qeys var. Məşhur kitablardan, hədis kitablarından biridir. Rical İbnül Qəzairi bunu qəbul etmir. Hətta Sistani də İbnül Qəzairiyə istinad edərək Kitab-ı Süleym İbn Qeys Əl-Hilalini inkar edir. Xoyi də bu məsələdə eyni mövqeyi sərgiləyir. Yəni görün, bir rical aliminin Əslində absurd bir şeydir. bir rical aliminin sözünə görə imamların xütbələrini inkar etmək, imamların sözünü inkar etmək, Xanım Fatimə-i Zəhranın şəhadətinin detallarını inkar etmək həqiqətən çox təəssüfləndirici haldır. Və ən böyük dövrümüzdə etimad edilən rical kitablarından biri də Xoyinin 24 cildlik qələmə aldığı Mucəm Ricalül Hədis kitabıdır. Biz bu kitaba baxanda 15706 nəfər haqqında adlarını görürük. Yəni 24 cildlik Mucəm Ricalül Hədis kitabında 15706 nəfər ravinin adı var. İndi maraqlı nüansı sizə deyəcəm. Və əslində bu sözümdən sonra nəyə görə İslamda, Şiə Əhl-i İslam məktəbində rical elminin mövcud olmadığını, uydurma olduğunu, gözdən pərdə asma olduğunu özünüz şahid olacaqsınız. 15706 nəfər ravilərdən onların tərcümə halı haqqında nə qədərini məlumat verilir? 15706 nəfərdən 14570 nəfəri haqqında məlumat yox. Heç bir məlumat yox. Əslində vaxtı dövründə böyük bir rəqəmdir. Yəni bu kitabları əslində, bəli, bu kitabları əslində bir siyahı, alt siyahısı olaraq götürməliyik. Çünki sən bir kitab yazırsansa, orada 15 mindən çox hədis ravisinin adını qeyd edirsənsə və onların 14570 nəfəri haqqında heç nə qeyd eləmirsənsə, sadəcə adını yazırsansa, bunun bir adı var. Bu fehres kitabıdır. Adlar siyahıdır. Bunun rical elmində heç bir adəti yoxdur. Elə bu məsələnin özü təsdiq edir ki, nə Peyğəmbərin dövründə, nə imamların dövründə rical elmi mövcud olmuyor. Əgər mövcud olsaydı, bugün Xoyinin kitabındakı biabırçılıqlarla qarşılaşmazdı. 15706 nəfərdən 14570 nəfəri haqqında heç bir məlumatın olmaması, onların etibarlı olub olmaması haqqında bir şeyin qeyd olunmaması həqiqətdə elə imamların dövründə heç bir rical kitabının yazılmadığına, rical elminin İslamda yeri olmadığına ən böyük dəlillərdən biridir. Və 24 cildlik Xoyinin rical kitabında rical elminə dair sadəcə 80 səhifəlik məlumat var. Bu artıq fiyaskodur, bu artıq rical elminin ümumiyyətlə uydurma olmasının ən böyük dəlillərindən biridir. Yaxşı yazım. Dediklərimi qəbul etdim. Çox gözəl, doğrudur. Düşünürəm ki, bizi izləyənlər də bunu qəbul etdilər.
Bəs bu haqda alimlər nə deyirlər? Bəli, yəni bu deyilənlər mənim öz fantaziyamın, öz düşüncələrimin məhsulu deyil. Bu məsələdə Qurandan dəlilləri də təqdim etdik, hədislərdən də müəyyən qədərini oxuduq və bildirdik ki, İslamda rical elmi deyə bir şey olmayıb. Bu uydurmadır, bu Əhl-i Beyt məktəbinə sonradan daxil olma bir məsələdir. Lakin mümkün deyil ki, bu məsələ uydurma olsun. Bu günə qədər bunun haqqında heç bir şey deyilməsin. Yəni alimlərin hamısı, Əhl-i Beyt məktəbinin daxilindəki alimlərin hamısı ucdan tutma rical elmini qəbul edən, rical elminin aşiqi olan alimlər oldu. Belə bir şey yox. Mütəqəddim alimlərimizin içində, Əhl-i Beyt məktəbinin alimlərinin içində rical elmini inkar edən, bu elmin həqiqətini ortalığa qoyan alimlər də olur. Məsələn, Vəsail-i Şiə kitabının müəllifi Şeyxur Amuli rical elmi haqqında öz kitabında önəmli müəyyən detalları qeyd edir. Vəsail-i Şiə kitabının 30-cu cildində Şeyxur Amuli rical elmi haqqında yazır. Yeni istilahlar, yəni hədislərin səhih və ya zəif adlandırılması. Yəni Şeyxur Amili, diqqət edin, öz dövründə buna yeni istilahlar deyir. Sanki hədislər bir də nəzərdən keçirilir. Bəli, yeni istilahlar, yəni hədislərin zəif, səhih adlandırılması sonradan çıxma bir şeydir. Şeyxur Amili buna hətta yeni deyir. Yəni bunu məsələnin imamların dövrünə dayanmadığından böyük dəlildir. Şeyxur Amili deyir ki, yeni istilahlar, yəni hədisləri zəif və ya səhih olaraq ayırmaq Əhl-i Sünnənin etiqadına və qaydalarına müvafiqdir. Hətta rical elmi sünnilərin kitablarından götürülmüşdür. Bunun ən böyük şia alimidir. Şia alimi. Vəsail-i Şiə kitabının 30-cu cildində. Çox maraqlı aslında. Həqiqətən maraqlı aslında. Səhifəsini də deyim, 259-cu səhifədə. Ümumiyyətlə 30-cu cildə oxusaz, rical elminin Şeyxur Amilinin necə baltaladığının şahidi olacaqsınız. Və Şeyxur Amili yazır ki, məlum olduğu kimi bu istilahlar Əllamənin, yəni İbn Mütəhhər Əl-Hillinin və onun şeyxi Əhməd İbn Tavusun zamanında ortaya çıxır. Və Şeyxur Amili nəyə görə şiəliyin daxilinə rical elminin salınması, onun məfhumu, mənası haqqında çox gözəl məlumatlar verir. Şeyxur Amili yazır ki, Əhl-i Sünnə hədisin sənədinə və doğruluğuna fikir verirdi. Yəni hədisin sənədi üzərində çox dayanır. Bu səbəbdən də şiələr daima Əhl-i Sünnənin yanında əsassız yerə özlərini gözü kölgəli hiss edir. Çünki şiə məzhəbində hədis elmi, rical elmi mövcud deyildi və hədisləri rical elmi olmadan mətnlərə əsasən qəbul edirdilər. Bu səbəbdən də onlar Əhl-i Sünnənin qınağından qurtulmaq üçün rical elminə girişdilər. Ancaq bunun heç bir faydası olmadı. Demək ki, sonradan yazılan bir şeymiş. Sonradan ortalığa atılan. Hətta dırnaq arası elmmiş bu. Kitablar doğruymuş deyirlər. Hətta Şeyxur Amilinin bir sözündə diqqətinizi çatdırım, Şeyx Tusi haqqında yazır. Deyir ki, Şeyx Tusi çox vaxt hədisin ravisinin zəif olduğuna görə hədisi də zəif sayır. Ancaq şeyxin hədisləri bu səbəbdən ötürü, yəni ravisinin zəifliyindən ötürü zəif sayması qeyri-təbii bir şeydir. Və Şeyxur Amili bunun nəyə görə dediyini izah edir. Deyir ki, məsələn, Tusi deyir, bu ravi zəif olduğuna görə onun rəvayət etdiyi hədis zəifdir. Sonra görürük ki, Şeyx Tusi başqa bir yerdə elə bu ravinin, bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Çox yerdə hədisi mürsəl olduğuna görə zəif sayır. Yəni sənədi qırıq olduğuna görə. Sonra elə özü başqa bir yerdə mürsəl hədisi nəql edir. Hətta o çox vaxt sənədi qırıq və ya zəif rəvayətləri qəbul edir, amma musnəd olan, yəni sənədi tam olan və raviləri güclü olan hədisləri isə rədd edir. Sanki yalan olduğu üçün, həqiqət olmadığı üçün bunu yadda saxlaya bilmir. Əhsən. Və Şeyx Muhammed Hüseyni özünün Buhusi fi İlmi Rical kitabında yazır. Rical alimlərindən heç biri, o cümlədən Ricalün Nəcaşi kitabının müəllifi olan Şeyx Nəcaşi nə Peyğəmbərin, nə də Peyğəmbər sahabələrinin, nə də imam sahabələrin dövründə yaşamayıb. Bu baxımdan onların
imamların raviləri haqqında bölgülər aparması, yəni filankəs doğrudur, filankəs yalandır deməsi əsasən zənni, ictihadi məsələdir və heç bir kökü dayanağı yoxdur. Yəni zənn ediblər ki, filan ravi zəif, filan ravi düzgün deyil. Zənnə, ictihada dayanan bir məsələ olur. Bu baxımdan bölgünün aparılması, yəni ravilərə sifət biçilməsi həqiqətdə etibarsız bir məsələdir. Əzim qardaş, bəs müasir alimlərlə Əhl-i Beyt məktəbində rical elminin əslində olmadığını təsdiqləyənlər olubmu? Bəli, rical elmi haqqında, rical elminin həqiqətdə İslam daxilində, Əhl-i Beyt məktəbində yeri olmadığı məsələsində bu məsələni etiraf edən müasir dövrümüzdə olan alimlər də var. Məsələn, Əli Xamneyi bugün vilayət fəqihçilərin ən böyük müştehidlərindən, alimlərindən biri. Əli Xamneyi özünün Əl-Usulul Ərbəə fi İlmir Rical kitabında səhifə 50-51-də bu həqiqəti etiraf edir. Deyir ki, hədis elminin mütəxəssislərinə görə bizim rical kitabları, yəni Ricalül Nəccaşi, Ricalül Kəşşi, Ricalül Bərqi, Rical İbnül Qəzairi və sair kitablar təhrif edilmişdir. Sonraki dövrdə dəyişdirilmişdir. Və onlar böyük dərəcədə zərərə məruz qalmışdır. Və bilinməlidir ki, rical kitablarımızın orijinal nüsxələri və onların içindəki orijinal səhih məlumatlar bizim dövrümüzə qədər gəlib çatmışdır. Bu bir daha onu təsdiq edir ki, nə Quranda rical elmi var, nə Əhl-i Beyt əleyhissalam məktəbində rical elminə təşviq var, nə rical elmi adlandırdığımız Əhl-i Beyt məktəbindəki daxilindəki kitablar həqiqətdə rical kitablar deyil və həmin o rical kitabı olmayan, sadəcə adında rical olan, rical elmi baxımından zaten bir fayda verməyən və əhl-i sünnədən götürülən bu kitablarında orijinal nüsxələri elə dövrümüzdə yaşamış alimlərin etirafına əsasən başda Xamneyi olmaqla təhrif olunmuşdur və günümüzə qədər gəlib çatmamışdır. Çünki batil ayaq tutar, amma yenməz. Əslində əzim qardaş, bu mövzu ilə əlaqəli çox gözəl, maraqlı mövzulara toxundunuz ki, bəlkə də həqiqət idi, ortalıqda amma gizlədilir. Bizdən çox gizlədilir. Beləliklə, bugünkü verilişimiz də sona çatdı. Gələn verilişlərdə görüşənə qədər Əhmədi sülh və nur ilə qalın.